Salam, vaxtınız xeyir olsun değerli futbol severlər. Veteranlar Liqasında günün növbəti qarşı durmasındayıq. Maraqla gözlənilən maçlarından biri Qala və Xətai komandalar qarşılaşır artıq. Oyun hakiminin də start stil səsləndirilib. Uğurlar hər iki komandaya. Bol qollu, haqlı ədalətli, gözəl bir maç diləyilə. Ənənəvi olaraq meydanda mübarizə aparır. Ağlı formada daha doğrusu Qala komandası, göylü formada isə Xətai komandası. Biz seyyətləri təqdim edək. Xətaidə yetirib belədir. 10 Nizami Bədalov komandanın kapitanıdır. 11 Sənani Abdiyev, qalkiper Kənan Məmmədov, 13 Cahid Şəfaqətli, 4 Pərviz Mirzəzadə, 35 Qurbanzadə, 22 Orxan Sabir Bəyli, 77 Elşad Hacıyev, 9 Sənan Məmmədov, 7 Qadir Mustafayev, 17 Yunis İsayev. Qala komandasında isə yetir belədir. 3 nömrə Aleksandr Metiyev. Orada təhlükəli hücum Xətai komandasından uğursuz alınır. 99 Ülvi Əsənov. Komanda qalkiper həmçinin kapitanı Xəzər Şirinov, 5 Şəhriyar Qədimov, 8 Yusif Abbasəliyev, 11 Yüsal Ağamalıyev, 9 Rafiq Salayev. Bəli, bir daha xatırladaq. Veteranlar Liqasında turun mərkəzi qarşıdurulması deyə bilərik bu maça. Bu komandaların açığı mübarizəsi mənə çox maraqlı idi. Gözləyirdim. Görəsən, hansı klub? Qala mı? Yoxsa Xətai mı daha üstün tərəf olacaq? Bir qədər son turlardır. Xətai komandası heç yaxşı vəziyyətdə deyil. Bir qədər xal itkilərinə yol verirlər. Və İndi bu arada qapçı dəf edir, daha bir zərbə və gol! Yusif topu tora qovuşdurur. Qalanlar hesabı açırmazsa 8 nömrə qaydan ikinci topu tora qovuşdurdu. Canlı yayıma yeni qatılan izləyicilər, xoş gəlib səfa gətirmişsiniz. Xoş istəmələr hər birinizə. Xətai komandası topla, Elşadın ötürməsi keçmədi. Rafiq Salayev topu uğurladı. 2 nəfər atəsinə zərbə də indirir. Yox, birinci epizod qayda pozuntusuyu bildirir hakim. İşarə eləyib və Rafiq Salayevdən təhlükəli zərbə istədik. Standart vəziyyətdən, amma top dirəyin asasıq fərqli yanından keçdi. Mərkəz istiqamətə ötürmü bana çatmadı. Vüsal Ağamalıyev qapısı ilə oynadı. O Xəzər Şirinovda yayımda izləyərkən bir əlimizdə ekran bəyənisində olmağı arzu olunandı. Bir qədər aktivləşdirək yayımı. Zəhmət olmasa. Sənani Abdiyev. Yusif təzi göstərir Abdiyevə. Top altda. Uğursuz həmlə olur. Orxan ötürməsi, Abdiyev keçmədi Saşa Metiyevdən. Solcun ötürməsi, Saşa Metiyev. Rafiq Salayev itirmədi topu o epizodda. Yusif, Cınaq dəyişdi, Vüsal Ağamalıyev.
Enten Yusif'le oynadı. Üsal. İleriye doğru Ülfi. Ünvansız bir ötürmə gəlir. Alt xətayinin. Rəkiyə maçının artıq 6-cı dəqiqəsində keçid almışıq. Qalanlar 1-0 hesabı ilə öndədir. Daban ötürməksə Abdiyevə çatmadı. Qadir Mustafayevdən. Alt. Risk etmək olmaz. Pərviz Mirzəzadə itirmədi topu. Kənan. Saşa Mehdiyev. Sozan Ziyakan ötürmə. Üsal Ağamalıyev özü bir başa zərb endirdi. Yaxın günüzdə Kənan diqqətlidir. Out. Xəzər Şirinov. Xəzər Şirinov mərkəz istiqamətində bir soldan sağ sınaha. Qadir. Sınağı dəyişdirsən Arabziyevlə ötürməsi Orxandan zərbə. Qapının üzərinə yollanır. Yayıma yeni qatılanlar. Hər biriniz xoş gəlmişsiniz. Sənan Abdiyev. Abdiyev itirdi topu. Saşa Mehdiyev. Türmə Rafiq Salayev istiqamətində idi, amma Rafiyəçilər imkan vermədi. Riskli hərəkətlər, Rafiq Salayev kimi bir forvetlə belə risklər etmək daha başa gələ bilər. Elşad. Elşadın ara ötürməsi Orxan. Top qapılar alı keçir. Bura Razin Alim stadionda. Yusif. Tirdi topu. Qadir əksüsündə Xətay komandası. Qadir zərbə istədiyi kimi alınmalı. Yenidən top özünə gəlir. Geriyə doğru Pərviz. Əşəz də Orxanla tək toxunuşda ötürmə yenidən top Pərvizdə. Saşa Mehdiyev. Keçid vermədi müdafiədə. Vüsal Abbasəliyev. Gözəl hərəkətlər Vüsaldan top əlində özünə saxladı. Sağsına meyilləndi ötürmə. Rafiq Salayevə çatmadı top. Rafiq Salayev. Salayev. Çox çətindir ondan top almaq. Qayda pozularaq ancaq topu ala bildilər. Qayda pozuntusu ilə bunu bacardılar. Yayım. Out. Geriyə doğru Xəzər Şirinov. Yusif. Sağ-sağda Saşa Mehdiyev. Bu aklandı zərbəsi. Saşa geriyə çəkildi. Xəzər Şirinov. Sağ-sağda bir sağ ol. Soldan geriyə doğru Xəzər. Yenidən bir sağ ol. Şirinov Xəzər. Ötürmə zamanı səhvə yol verdi. Orxan çatdırıb artıq Xəzər qapısına yer alıb. Qadirdən zərbə isə qapını aralı keçir. Elşad. Solsun ötürmə. Orxan cərimə müdafiəsi və top tordadır. Xətay komandası tarazlığı bərpa edir. Hesab bərabərləşir 1-1.
Xəzər Şirinov yanında Rafiq Salayev. Rafiq Salayev topu elədi, özündə saxlayıb. Blokladılar onun zərbəsini. Əks hücum. Çıxa bilmədilər sürətli əks hücuma. Sağ top ayağından çıxdı. Daha bir out. Hazırda hesab bərabərdir 1-1. Saşa Mehdiyev mərkəzdən yoxladı. Qüvvətli zərbələrə malik oyuncudur. Bir dəfə yoxladı, lakin tuş gəlmədi. Orxandan da zərbə gəlir. Bax, Orxan da elə qüvvətli zərbələrə malik oyunculardan da Xətayin heyətində. Yusif. Aynen pozuldu Eşat tərəfindən Yusifə qarşı. Deyəsən, izləyicilərimiz bax indi dəstək olmağa başladılar. Alim, sən tək deyilsən, izləyicilərimiz artıq yavaş-yavaş onlar da köməkləşirlər. Rafiq Salayev topu itirdi. Xətai komandası əks hücumdadır. Parayla ötürməyə də sağ saha. Elşadın ötürməsi Qadir. Top ayağına oturmadı. Ülfi. Al Xətayinin. Qayda pozdu. Orta. Türmə keçmədə Saşa Mehdiyev 2-1 edir hesabı. Belə bir hədiyyəni Saşa Mehdiyev kimi oyuncunun qarşısına heç qoyarlarmı? Top da orta. Gerisi vermir Mehdiyev bu hədiyyəni. Time-out'a da ayrılırıq. Tacla bəyənir. 100 jetonluq. Əlindən gəlməyən isə Mətər dəstəkçiliydi. Ülfi geriyə doğru. Xəzər Şirinov. Gözlər ötürmə gəldi. Saşa Mehdiyev blokladılar zərbəsini. Orxan. Sənan Abziyev istədiyi kimi ram edə bilmədi topu. Saşa Mehdiyev. Elşad. Qatilin önünə doğru ötürmə gəldi. Rafiq Salayev. Salayevdən zərbə gəlir. Qapçı yerindədir. Daha bir zərbə Saşa Mehdiyevdən, amma Yusifin toxunuşu qolu gətirəcəyə qədər kifayətli toxunuş olmadı. Orxan tərəfindən Rafiq Salayevə qarşı qayda pozuntusu. Paylaşımı görmürəm. Baxaq görək, həqiqətən də bir tərəfdaşlıq edə bilirlərmi izləyicilər? Ötürməsi olsun ha, Pərfiz. Diagonal ötürmə gəldi. Orxanda da top. Qadir. Qadirin ötürməsi keçmədi. Yusif. Rafiq Salayev. Yaxşı ram etdi. Sona dəyişir. Ülvidən zərbə dirəkdən meydan tərk etdi. Qadir. 3-2 azlıqda yaxalayıblar rəqiblərinə. Qadirin zərbəsi Xəzər Şirinov. Şirinov diqqətlidir qapıda. Rafiq Salayev. Ülfi.
Top altda. Orxanacaq ötürməyə Qadir. Devam edib irəliyənə qədər artıq o topu aldılar ondan. Sal. Tam çıxmayıb bildirir. Ülvi. Ötürməyə Şanlı Yusifə. Yusif çəkdi sol ayaqla. Ötürmə bir qədər sərt alındı. Sənan Abziyev. Abziyevdən geriyə doğru. Qadir. Ötürmə gəlir, zərbə meydansasında heç kim yox idi, orada zərbə indirəcək. Rafiq Salayev. Yusif topu aldı rəqibinə. Yusif ara ötürməsi keçmir. Kanalların hücumu davam edir. Rafiq Salayev. Zərbə qapdan aralı keçdi. Out. Tümə geriyə doğru. Kənan. Qadir, Xətai komandası hücumda bərabərlik qol axtarışındadılar. Geriyə doğru Pərviz. Orxan sağ saha gəldi ötürmə Zahid. İndən Pərviz topladı. Hələ ki sağa sola ötürmələrlə cınaqları dəyişirlər. Xətai komandasının oyuncuları yarmağa çalışırlar qalaların müdafiəsini. Onların qalasına daxil olmağı bir yerdə çətin məsələdir. Hər zaman paslaşan qala bu dəfə taktiki gedişatları dəyişib. Time-out'a da ayrılırıq. Hal-hazırda canlı yayımda spam bildirişi gəlir. Səbəbini isə nə olduğunu axtarıram hal-hazırda. Hazırda qala komandası 2-1 hesabı ilə öndədir Xətai ilə mübarizədə. Ötürmə sağ saha. Saşa Mehdiyev. Ötürməni etdi. Hücum davam edir qalalardan. Ülvi. Geriyə doğru ötürmə Ülvidən. Fəzəl Şirinov. Üsal Ağamalıyevdə. Bir daha Şirinov. Xəzər. Sağ saha Mehdiyev. Hatta ikisi də 20-ci dəqiqəyə keçid almışıq. Saşa Mehdiyev. Arxa dirəkdən qayıdır top. Cahid. Qapısı Kənanla oynadı. Fəzəl Şirinov bir qədər risk almışdı. Önə çıxaraq aktiviyyətdə bu epizodda. Şirinovdan uzun ötürmə. Mübana çatmır. Sənan Abziyev.
Abdiyevin ötürməsini qarşıladılar. İndi Vüsal Ağamalıyev əks-suma çıxartmağa çalışırdı komandasını. Uğursuz alındı Sənani Abdiyev. Oxudu Saşa Beytiyev onun ötürməsini. Qaptan zərbə. Yox, Gündən zərbəyə şər oldu. Orxandan zərbə dirəkdən qaydır top. Dirək mani oldu bərabərlik qoluna. Ötürmə qeyirdəydi Saşa Beytiyev istiqamətində. Rafiq Salayev, sağ Şəhriyar. Şəhriyar Salayevə fikirləşmişdi, yaxşı da fikirləşmişdi. Onun da ötürməsi yaxşı alınır. Şəhriyar sınahı dəyişdi. Saşa imkan vermədilər. Zərbə indirməsinə əks hücum. Elşadın zərbəsinə bir sol blok qoyur. Korner. Daha bir zərbə bu dəfə Pərviz müdafiədən irəliyə atılmışdı. İndirdi zərbəni də, amma top qapının üzərinə azazlıq fərqlə keçdi. Saşa Mehdiyevdən cınahı dəyişən bir ötürmə gəldi. Orxan topu alır rəqibindən. Qazandırır komandasına. Və hakim isə ilk hissəni yekunlaşdıran Fiti də səsləndirir. Birinci hissəni biz Qala komandasının 2-1 üstünlüyü ilə yekunlaşdırdıq Xəta ilə mübarizədə. Qısa fasilədən sonra 50-ci hissədə görüşmək ümidi ilə hələlik. Bir də vaxtın xeyir olsun TR'də futbol sevərlər. Artıq maçda ikinci hissə start götürür. İlk hissəni Qala komandasını 2-1 üstünlüyü ilə yekunlaşdırdıq. Baxa görə ikinci hissədə Xətai komandasının oyuncuları həmlələr edəcək də mütləq şəkildə geri dönüş etmək üçün, amma uğurlu olacaqmı? Bunu artıq irəliyən dəqiqələrdə şahid olacağıq. Qalalar isə üstünlüklərini qoruyub saxlamağa çalışacaqlar maksimum dərəcədə. Xəzər Şirinov tələsmir. Özlüyür rəqibinin təsir göstərməyini. Xəzər türməsi Vüsal Ağamalıyevə bir qədər rəqibi də həmçinin psixoloji təsir göstərir. Rafiq Salayevin davam ötürməsi yaxşı alındı. Vüsal Ağamalıyev topuş var. Korner. Rafiq Salayev mükəmməl refleks zərbəyə gəlir Kəramdan. Bura Razin Alim stadionudur. Veteranlar Liqasında ayağa hazırda. Salayev. Xəzər Şirinovla oynadı. Şirinov. Olsuz ötürmə olur bir qədər. Xətai komandasının kapitanı ötürməsi Salayevdən keçmir. Orxan geriyə çəkildi. Top yenidən Orxanda. Cahid. Cahidin ötürməsi Şirinovdan keçmir. Ülfi ötürmə qeyirdəkdir. Orxan və gol! 2-2'dir hesabı. Komandanın əsas aparıcı oyuncularından biri. 22 nömrəsi topu tora qovuşturdu. Orxan Sabir Bəyli. Tarazlıq bərpa olunur. Status qolu gəlir Xətaydən.
Salah Hamaliyev. Xəzər Şirinovla oynadı. Edən Vüsal. Saznaha qarşıladılar onun ötürməsini. Yusif hücumu davam etdirir. Yusifin ötürməsi və top ordadır. Ülfinin yüngül toxunuşu qalalları önə çıxartan qolu gətirir. Yayındırdı Qalşiper Kənanın fikrini. Cüzi bir toxunuşla. 3-2. Çox çəkmir qalalar. Xətainin o qolundan sonra məyus edirlər onlara yenətə. Orxan. Bədəlov. Keçmədi Nizam Bədəlovun ötürməsi. Out. Ünvansız bir ötürmə meydanı tərk edir. Sol. İndi bir salın özündən top meydanı tərk etdi. Orxan. Out. Zahid. Orxan da zərbə. Out. Düzdür, orta tempdə bir maç gedir, amma tərəflər hər ikisi istəklidir. Cəhdər edirlər, təhlükəli epizodlar yaratırlar, ötürmə yaxşı olundu, Şirinov dəf eləyir. İmkan vermədi, kritik müdaxiləsini edir Xəzər Şirinov. Saşa Mehdiyev itirdi topu, Orxan keçmədi Yusifdən ötürmə. Ülfi Rafiq Salayev'e düşünmüşdü, amma ünvana çatmadı ötürməsi. Qadir'in ötürməsi bir qədər sürətli idi Orxan üçün. Xəzər Şirinov qarşılandı ötürmə. Pərviz. Pərviz Mirzazadə ələdə top özündə saxlayıb geriyə çəkildi Kənan. Edən Pərviz, mərkəz istiqamətində Orxan. Rafiq Aydapon hakim deyir, davam Rafiq Salayev. Açırdı fürsəti. Cahid. Nəsə Oznaha. Nizami. Nizami Bədəlov yaxşı almışdır eydi, amma kapitanın zərbəsini kapitan qarşıladı. Dəf edir. Tərvizlə qapısı istiqamətini ötürmək əldi. Salayev boşla özü zərbə indirdi, amma uğursuz bir zərbə olur ondan. Nizami Bədəlovdan Orxan ötürmə gəlib. Orxan qüvvətli zərbə. Top qapıdan aralı keçir. Rafiq Salayev. Salayev zərbəsi qapının üzərinə yollanır. Hazırda daha doğrusu ikinci hissənin ortalarına doğru irəliyirik. Qalalların 3 üstünlüyü davam edir. Xətai ilə mübarizədə qala 3, Xətai 2. Pərviz. Ötürmə Cahid. Daban ötürməsi, növbəti zərbə əmləsi. Şirinov, top yenidən Qadirdə, Cahid, yenidən Qadir. Ayaq saxladı Qadir, növbəti zərbə, blok qoyulur.
Ora baxılır. Ora baxılır. Vara baxıldı, amma ümumiyyətlə qayda pozuntusuna aidiyyəti olmayan bir epizod idi. Hakimin fikrincə Meşə təəccüblə baxdı özü də burada nəyə etiraz olundu deyə. Canan Sənan Abdiyev türmə keçmədə aldı. Top yenidən Şənanta. Yusif Rafiq Salayev. Alt. Salayevin zərbəsi qapıcıdan top meydanı tərk edib, out. Ülfidə növbəti zərbə, Kənan qaydan top! Kənan! Hər iki refleksi mükəmməl alındı Kənan Məmmədovun. Aman vermir. Salayev. Açıq ayaq. Bəli, sərbəst, təhlükəli oyun var. Sürətli şəkildə top oyuna daxil olundu. Ülfi. Bu dəfə korner qazanır Qala komandası. Türmə keçmədi. Sənan Abdiyev. Əksuma çıxır xətayı. Bu dəfə ikinci zərbəsini onlar yerinə yetirəcək. İkinci zərbəsini düzgün şəkildə yerinə yetirməyi üçün rəqibə təhvil verilir top. Saşa Mehdiyev. Mehdiyevdən zərbə qapının üzərinə yollandı. Qadir. İrəliyir sağsaqdan. Qadirin zərbəsi yaxın üçüncə. Bir qədər dəqiq olmadı zərbə. Nizami Bədəlov. Alta yollandı top. Zahiddən sağ Pərviz. Qadir. Sına dəyişdi. Sənani Abdiyev! Abdiyev tarazlı qolunu gətirir. Düzgün mövqe seçmişdi və vaxtında gördülər onu. Sənani Abdiyev 300 edir hesabı. Qala 3, xətai 3. Saşa Mehdiyev. Növbəti zərbə gəlir, amma qapısı yerindədir. Mehdiyev. Ülfi. Qapısı ilə oynadı. Xəzəşimov. Şəhriyar Rahmetli. Sağ-saha Rafiq Salayevin zərbəsinə kritik blok. Salayev. Saşa. Ondan qayıtdı top. Ülfi. Rafiq Salayev və Yusif. Onun ötürməsini meydanda saxlaya bilmir. Alt. Türmə gəldi. Qadir. Tələsmək lazımdır. Səlani! Gol! Sənan Abdiyev. Daha bir qola imza atır. Geri dönüş edir. Xətai komandası Abdiyevdə. Xətai 4, Qala 3. Son 200 surdu ki, nəticələri yaxşı olmayan Xətai komandası mərkəzi qarşı durmalı. Hələ ki öndədirlər. Təkbir epizod yaranıb. Orxan
Necə qaçırdır axı. Necə qaçırdarsan axı belə bir fürsətə Orxan. Hesab böyük deyil. Bir top fərqli. Sürüşən hesabda daha bir gol lazımdır komanda var. Sənani Abdiyev. Qadir Xəzər Şirinov yenə imkan vermədi. Abdiyev gün zərbəsini yenə yetirir. Out. Orxanla top meydanı tərk etdi. Rafik Salayev. Qarşılandı top. Xətdən top oyuna daxil olundu. Solsan ötürmək eləyir. Orxan. Orxandan zərbə gəldi. Yenə də yaxın günüzdə Xəzər Şirinov. Diqqətlidir qapısında. Out. Sizin zərbəsinə blok qoyurlar. Rafik Salayevin zərbəsi qapıdan yana keçib. Orxan. Türmə ünvanına çatmadı. Aranızda səhifəni izləməyə alanları görürəm. Təşəkkürlər. Səhifəni izləməyə almaq mütləqdir yoldaşlar. Tam ekranın yuxarısında takip et. İzləyin butonu var. Oradan səhifəni izləməyə alsaq, minnətlər olaraq hər zaman yayımlar açılanda bildirişlər gəlsin sizə. Out. Qadir. Bədalov top itirdi. Xəzər Şirinovda top. Saşa Mehdiyev. Zorlaşdırdı Pərviz meydanına. Saşanın zərbəsi, korner. Ne baş verdi orada? Zorlaşdırdılar top meydanına. Şirinov. Xəzər. Sağ oynadı. Saşa. Top qapıdan yan keçir. Sənani Abdiyev. Abdiyev. Qapıdan yan keçir top. Xətdən top oyuna daxil olunur. Pərviz. Keçmədə ötürmə. Ülvi. Qadir. Yəqin sarı verəyə. Bəli, sarı verəyə də cəzalandırırlar. Rəqibin formasından tutaraq geriyə çəkdiyi üçün. Out. Bir başa zərbə indirdi Kənan. Təhlükəli, amma qeyri-təbii olur onun zərbəsi. Orxan. Türmə sağ saha. Üstal Ağamalıyev. Uğursuz bir pas oldu bundan da.
Hücuma qarşılandı. Saşa, Mehdi, blok, yenə zərbə, yenə blok. Saşa, ötürmə keçmir. Bərabərlik qol axtarışında olan qalanlar təzyiqə davam edir. Yusif cına dəyişdi. Təzər Şirinov, yanında Vüsal Ağamalıyev. Edən Xəzər. Bir daha Vüsal. Şirinov. Ötürmə Saşa Mehdiyevə. Mehdiyevdən hava ötürməsi Vüsal. Ay ay ay. Hadi Sotda top itirir. Alt. Son 5 dəqiqəlik hissədə Ülfi. Direyman olur Korofik. Dolursuz Saşa Mehdiyev idi. Dəf olundu onun zərbəsi. Növbəti alt. Qapıları boşdur. Sarı vergəmi. Cərimə zərbəsi yenə yetirildi və Orxanın zərbəsi qapıdan xeyli maralı keçdi. Şirinov. Türmə sahasına Rafiq blok qoyuldu onun zərbəsinə. Gün zərbəsi yenə yetirilir. Rafiq Salayev. Salayev. 2 nəfər atəsində tək başına mübarizə aparır Salayev. Sirdi topla. Zahid. Ötürməsi gəldi Orxan. Qapı boşdur. Düzdür. Müdafiəçilər bağlayıb qapını amma əllə müdaxilə edə bilməyəcəklər. Bir qüvvətli zərbə lazım idi. Qadir! Qadir! Gol! Xətai komandası fərq 2 topa qaldırdı. 5-3. Növbəti zərbə qapını aralı keçdi. Rafiq Salayev. Uzaqlaşdırdılar top meydandan. Vüsal Ağamalıyev bloklandı ötürməsi. Xəzər. Saşa Mehdiyevin ötürməsi keçmədi. Yusif. Qarşılandı yenə də ötürmə. Sol saha Salayev. Qarma qarşı bir sol qapı boşdur. Başını qaldırıb baxan olmadı. Qadirdən sol saha Orxan və 6-3. 6-3. Fərq 3 topa qalxdı. Yusif. Divar pası gəldi. Out.
Növbəti zərbə blok qoyulur. Elşad, Orxan önə doğru sürətli ötürməkdir. Son dəqiqələr tartılması. Ürvin ötürməsi kesmir. Cahid. Sağ sınaqla oynadı. Qadir. Cahiddən gəlişinə zərbə qapının üzərindən yollanır və bu zərbədən sonra hakim də final fitini səsləndirir. Maçı 6-3 hesabı ilə yekunlaşdırdı. Xətai komandası nəhayət uğursuz 200 turdan sonra 3 xal aksiylərini yazdırır. Təbrik edirik onları. Bizdə reportajımızı sona çatdırır. Oyun boyunca sinəməkdim. Şəhsində Seydər Hüseynli. Növbəti maçlarda görüşmək üzrə. Sağ olun, salamat qalın.